Salam hörmətli müəllimlər. Bir neçə sual qalmışdı, onlara baxacağıq. MİQ imtahanı sualları. Deməli, burada bu da qalıb. Baxa görə şəkildə ABC trapesiyası Y paraleldir BC-yə. O da paraleldir AD-yə. BC 2, Y 5, AD 15, AY B-yə uyğun olaraq tən bölən. Aha, tən bölən. Baxa. Bu da tən bölən. Bu da tən bölən. Bununla bunun cəmi 180 edir. Tən bölən olanda deməli bununla bunun cəmi 90 edir. Deməli bura neçə dərəcə qalır? 90. Baxın, mən bu xətti uzadıram belə. İlk ağlıma gələn budur. Bunu da paralel uzadıram belə. Aydındır. Heç bəlkə də ehtiyac yoxdur. Baxın. Tən bölən, hündürlük, deməli mediandır. Həm də deməli bununla bu da bərabər yanlıdır. Həm hündürlük, həm tən bölən varsa, deməli orada median da var. İndi mən buranı paralel şəkildə və belə gətirirəm. Paralel şəkildə gətirəndə bu artıq median orta xətt olduğundan bunun medianı sayılacaq. Çünki düz bıçaq təpəsindən indirir. Məsələn, bura mən x deyirəm. Artıq orta xəttdir. Çünki paralel olduğuna görə. Onda 2 plus 15 böl 2 bərabərdir. X plus neçə idi? Bura 2, bura 3 də 5'dir də. 5'ə. Buradan 17 bərabərdir x plus 5'ə. X də bərabərdir. Yox. 2x plus 10'a. X də bərabərdir 3,5. Baxın, bura 3,5'dirsə, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Onda burada neçə olacaq? 7 olacaq. Bu dördüncü sualda qalıb. Kx kvadrat kx plus 9 plus 7 tənliyin köklərindən biri 2 plus i-dir. Tutaq ki, x birimiz 2 plus i-dir. X2-də götürürəm a plus bi şəklində. Axı viyyətə görə bunun hasili sərbəsətdir verməlidir. 2 plus i vurulsun a plus b-yə bərabər 9 plus 7-yə. Sol tərəfi sadələşdirəndə olur 2a. Sonra çıx b kvadrat b. Üstə gəl a-i, üstə gəl 2b-i. Əgər hesab səhvi olmadısa. Deməli, burada sərbəst hədlər 2a 9'a, sonra burada a plus 2b'də olacaq 7'yə. Bunu 2'yə vurub tərəf-tərəfə toplayıram. Buradan 3a bərabərdir. Yox, 3a bu 24 olur. 5a bərabərdir 25'ə. A 5 olsa, B də buradan neçə olacaq? B də 1 olacaq. Deməli, kompleks ədədimiz 5 plus i şəklindədir. İkinci kökümüz budur. Birinci kökümüz isə 2 plus i-dir. Viyyətə görə axı cəmləri də, haradaydı o misal? Cəmləri də mənfi k-nı verməlidir. Yəni, buradan 7 plus 2i bərabər olmalıdır mənfi k-ya. K da buradan mənfi 7 çıx 2 olacaq. 2i olacaq. Yəni doğru cavabımız bu. Sonra bu da qalmışdı. Yoxsa məlumat bazasında verilmiş ədədlərin 20'si 15. 20 dənə 15. 6 dənə 18. 6 dənə 18, 15'i də 16'dır. 15'i də 16'dır. Deməli, birinci 15 gələcək, sonra 16. Deməli, sırasının medianı, ümumi neçədə nədir? 41. 41-dirsə, deməli, ortaya düşəcək 21-ci. 20 dənə 15-dirsə, 15, 15, 15. 21-ci olacaq, hansı? 16 ədədi. Yəni, doğru cavabımız 16.
Burada da deyəsən səhv getmişdi. Bir dənə baxım hələ bu suala. 3 loqaritmi 3 əsasdan 2 kvadrat x plus 1 4. Burada deməli yazmaq olar. Gəlin loqaritma 3 əsasdan x plus 1-ə bir dənə m deyim. Loqaritma 3 əsasdan 2x plus 1-ə də bir dənə n deyim. Olacaq belə 3m kvadratı burada çıxılsın 4m vurulsun n üstə gəlinsin n'in kvadratı bərabərdir 0. Gəlin parçalayaq bunu. 3mn çıx mn üstə gəl n kvadrat bərabər 0. 3m'i çıxartsam olacaq m çıx n. Buradan n'i çıxarsam m çıx n bərabər 0 olacaq. Buradan m çıx n'i çıxartsam 3m çıx n bərabər 0 olur. Buradan m n'ə bərabərdir. Yəni bunu bir-birinə bərabərləşdirsək, buradan x olacaq 0. Səhv etməsəm 0 alınır. Deməli, bir dəfə də 3m çıx m bərabər 0. Buradan da 3m bərabərdir n'ə. İndi mən bunu 3'ə vuracağım. Olacaq 3 loqaritma 3 əsasdan x plus 1 bərabərdir loqaritma 3 əsasdan 2x plus 1. Deyəsən belədir. Doğru mu yoxsa yox? Deməli bunu hesablasaq, bircə dəqiqə bunu hesablasaq, olacaq loqaritma 3 əsasdan, bunu x plus 1'in kubu yazıram, bərabərdir loqaritma 3 əsasdan 2x plus 1. Buradan onsuz da təbii ki x plus 1 sıfırdan böyük olmalıdır. X böyük olmalıdır mənfi 1'dən. 2x plus 1 də böyük olmalıdır sıfırdan. X də böyükdür mənfi 2 də 1'dən. Gəlin bunları bərabərləşdirək. Bunu kublar kimi açıram. X'in kubu üstə gəl 3x kvadrat 3x 1 2x plus 1'ə. Bu birlər islah gedir. X kub üstə gəl 3x kvadratı çıx 2x bərabər 0'a. Buradan x yenə 0 alınır. Və digər kökün tapaq. Qalır x kvadrat 3x çıx 2 bərabər 0'a. Buradan x diskriminant olacaq 9 o da 8 kökdə 17 alınır, yoxsa yox? Bircə dəqiqə. 3x kvadrat 3x 1 kubu 1 3'ə vurdum 3m. Buradan 3m n'ə bərabərdir. N də budur 2x plus 1'ə. Bu x plus 1'in kubudur. Doğrudur. Birə islah getdi. Burada səhv eləmişəm. Burada x qalır. Bərabər 0. Deməli olacaq burada. Yox, düzdür. Baxın, belə olur. X kub üstə gəl 3x kvadratı plus x bərabər 0 olur. Yəni bu 3x üstə gəl 1 olur. Plus 1. Diskriminant olacaq 9 çıx 4 kökdə 5 olur. Deməli, mənfi 3 plus kökdə 5 böl 2'yə. Yəni kökü biri budur, biri də 0 oldu. Harada götürürsünüz? 0. Bir kökdə 0 oldu. Amma bu birisi mənfi olacaq, mənfi. Bizdə də bu zid olduğuna görə, çünki mənfi 2'də 1'dən kiçik olduğuna görə,
O biz kökü götürməyəcək. Bunların da cəmi ilə verəcək. Deməli, doğru cavabımız -3 plus kökdə 5 bölünsün 2. Başqa sual qalmamışdı məncə. Mənə təşəkkürlər, minnətdaram.